hərbi təyinatların Vətən müharibəsindəki qələbəmizdə çox böyük payı var. Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Əfsanəvi taburla başladı Məşriq Təyinatlı Qüvvələrin həyatı. 2016-cı ildə taburumuzun ilk şəhidi oldu Müstəcabov Orxan. Hər biri elə bir qəhrəmanlıq göstərdi ki, taburun adına layiq. Çünki hər şəhidin bir qəhrəmanlığı var. Allah hamısına rəhmət eləsin. Hər qumar aldılar! Çox dua, bir 50 nəfər var! Ağac istiqamətində. Kapitan Kamil Şirinov 9 aprel 1991-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına ali hərbi məktəbi bitirib. Vətən müharibəsində böyük şücaət göstərən Kamil Şirinov sentyabrın 29-da Füzuli uğrunda döyüşlərdə şəhid olub. Qarabağ ordeni, Vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. Qəhrəmanın 2 oğlu vətənə əmanət qalıb. Komutan, nə deyirsiniz ürək sözlərinə? Yaxşı olacaq, az qalıb. İnşallah. Son 5 kilometr. Yoldaş baş istəyir. Çatdırıq Füzuliyə az qalıb. Son 5 kilometr. Bəli. 5. Bax, gəlirlər. Canavarlar gəlir. Allah'a yol verin, yol verin. 2018-ci ildə Xüsusiyyətinin en salih hərbi hissəsinə daxil olarkən Şirinov Kamil taburun qabağında hamısını baxa-baxa gəldi, belə çıxmasın, hamısını seçə-seçə gəldi. Gəldi mənim qabağıma, qarşımda dayananda dedi, sənin vəzifən nədir? Dedim, kəşfiyyatçı. Dedi, mənim kəşfiyyatçım var. Şirinov Kamil qrupuna çox can yandıran insan idi. Yəni, zabit olmayana baxmayaraq bir-birimizə can deyib can eşidirdik. Bir çox təlimlərdə fəal iştirak edib, bir çox ölkələrdə, yəni axırıncı və Pakistanda antiterror kursunda iştirak eləmişdi. Bəli, onun sertifikatını da almışdı. Yes, come here. You can place over there. Okay, Kamil. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Kamil. Happy birthday to you. 16 kilometr düşmən dərinliyinə sızmışdılar. Onlar oradan gələndə həqiqətən sözün düzü inanmırdıq. Çünki ərazi relyefi elə bir relyef idi ki, orada ondan da əlavə hava şəraiti var idi. Həqiqətən çox çətin idi, amma onlar hamısı bir yerdə getdilər, o tapşırığı yerinə yetirdilər. Bir qrup olaraq getdilər, o tapşırığı yerinə yetirdilər, gəldilər. Əməliyyatda fəal iştirak elədiyinə görə vaxtına əvvəl qrup komandiri verilmişdi və baş leytenant rütbəsi verilmişdi. Səhər artıq biz Alxanla azad olunmuşdu düşməndən. Qaraxənbəyli demək olar ki, düşməndən azad olunmuşdu. Biz orada mühasirədə idik. Mühasirədə idik, fərqli qruplarda olduğumuza görə fərqli istiqamətlərə cavabdehlik zonası daşıyırdı. O, Kamil Şirinov da orada qrup komandiri idi. Orada onun rabitədə səsini eşidirdim mən. Orada bir epizod oldu. Ermənilər orada yamsılayıcı bir hərəkət elədilər. Qollarına qırmızı bağlayıb. Orada düşmənin valı var idi. Valı istiqamətindən hərəkətin müşahidə elədik. Onda kapitan Şirinov rabitədə komandirimizə məruzəsini biz də eşitdik. Məsafəmiz var idi. Öz səsini eşitmir, rabitədən səsini eşitdik ki, bəs komandir icazə verin, orada düşmən qüvvəsi dedi. Orada komandirimizə də məlumat gəlmişdi ki, oradakılar erməni qüvvəsi deyil. Kamil orada
təkid elədi ki, komandir, bəs mən getməliyəm. Oradan bizi mühasirəyə ala bilərlər, arxamıza fırlanıb keçə bilərlər, öz bölmələrimizin nəsə puskuya sala bilərlər. Orada komandirimizin bizim son sözü oldu ki, ona Kamil, get, amma çox ehtiyatlı ol. Kamilgil həmin vaxtı dəstəsindən götürmüşdü, yanına bir 5-10 nəfər aralandı bizim taborumuzdan həmin istiqamətə doğru. Biz orada birinci dəfə Gizir Əliyev Seyidbalanın yaralanma xəbərini rabitədə aldıq. Seyidbala ağır yaralanmışdı orada. Vəliyev İlyar ona orada ilkin tibbi yardım göstərirdi. Bir çatdı, tüsü qumrası atdı, Seyidbalana biraz çəkdi arxaya. Çox ağır idi Seyidbala. Həmişə də mən təlimdə Əliyev Seyidbala deyirdim. Seyidbala, sən nəsə olsa zarafata deyirdim. Nəsə olsa səni mən özüm vuracam, koordinatı çıxardıb arxa öz rabitə əlqəsini çıxaracam, arxaya ötürəcəm. Çünki deyirdim sən 100 kilo olsan mən səni heç kim çıxardan bilirsən bura. Xərək gəlsin, sənə qurban xərək əldə aparmayım mən. Harbi. Nəyinsən, elə o şey olur. Mənim arxa tərəfimdə kapitan Şirinov gəldi. Nə olub Seyidbalanın canavar nə tərsən dönmək üçün. Ağrıyıram da. Füso qışqırma, narahat olmayla. Hər şey bugün içindir. Biraz da səbirli ol, Füso. Çıxardacaq, ellər çıxardacaq səni. Sonra kapitan Şirinov da mənim elə bir ki, söykənmişəm divara. Sol tərəfimdədir burada. Divarın dibindən bir balaca çıxıntı var, onun arxasındadır. Buradan yuxarı belə açıqdadır özü. Yaslanıb onun arxasına atış eləyir, həm də mənə söhbət eləyir. Sonra atış eləyib qutardı, çevrildi, darağını değişməyir. Darağı değişdi, canavar, narahat olma belə mənə, çiynimdən. Səsi gəldi, kapitan Şirinov. Eliyar qışqırdı. Ayda Kamil, çevrildim ki, kapitan Şirinov söykənib arxaya, burnundan qan gəlir. Kamil, Eliyar belə mənim üstümdən atladı, əlini apardı belə başının arxasına, əli qanı idi. Bu kaskanın qutaracağımdan Allah rəhmət eləsin deyib, əlini çəkdi üzünə, başladı mənə yardım eləməyə. Onun hər dəfə fikirləşəndə mənim gözlərim dolur. Çünki o mənə həmişə qrupda deyirdi Vəzir ağa, vaxt olar mən şəhid olaram, şəkillərimi TikTokda, Instagramda və yaxud da internet şəbəkələrində görərsən, deyərsən bu nə deyə mənim qabağıma çıxır. Hər dəfə o mənə deyirdi. Kaş o qalardı, mən şəhid olardım. Baş leytenant Xəyyam Əzizov 8 noyabr 1995-ci ildə Neftçala şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına ali hərbi məktəbi bitirib. 44 günlük vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa uğrunda döyüşlərdə şəhid olub. Azərbaycan bayrağı ordeni vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Şuşanın azad olunmasına görə, Füzulinin azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Ay kimdi o? Kimdi? Şəhriyə. Bana sıradaydı. Şire götürün kaç o. Götürün kaç. Mənim nə olar ha. Çal artık. Yemeğini atın getir. Əzizov Xəyyam bizim briqadanın qəhrəman baş leytenantı idi. Biz onunla Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa istiqamətində döyüşlərdə iştirak etmişik. Hər birində ən öndə gedən heyətlərdən biri olub Əzizov Xəyyam. İstər tibb sahəsində, istər kəşfiyyat sahəsində, bütün sahələrdən məlumatlı bir şəxs idi. Yəni, super xüsusi təyinatlı idi da, belə deyək. Xəyyam çox təmkinli idi. Xəyyam
hər bir şeydə pozitiv bir şey tapardı. Düzdür, müharibədə biz qalib tərəf idik, yəni hər şey bizim üçün pozitiv idi zaten. Amma Xəyyam yenə də insanlara motivasiya verirdi. Məsələn, motivasiyası itmiş döyüşçülər Xəyyamın yanına gedəndə artıq onlar üçün müharibə bir o qədər də çətin şey sayılmırdı. Çünki insanları motivasiya eləməyi bacarırdı. Özü Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Şuşa istiqamətində ən ön xəttlərdə vuruşub. Saydığım hər bir rayonun alınmasında Əzizov Xəyyamın çox böyük əl işi var, belə deyək. Ümumiyyətlə, istər yaralılara tibbi yardım göstərilməsindən, düşmənin məhv edilməsinə qədər hər bir sahədə Əzizov Xəyyam öz bacarıqlarını nümayiş etdirib. Hətta yaralı əsgərlərə, məsəl üçün, əlində dərman olmasa belə, yalandan məsəl üçün əlinə qoyurdu ayağına, yalandan əsgərə deyirdi ki, məsəl üçün vurmuşam sənə ilə. Əsgər artıq öz-özünü, yəni elə bilirdi ki, buna ağrı kəsici vurulub, öz-özünü bərpa eləyirdi əsgər. Şoka düşmürdü. Xəyyamın sayəsində bir çox adam hal-hazırda şəhid deyil, yəni. Gənc olmasına baxmayaraq Əzizov Xəyyam, yəni sanki 20 ildir bu orduda xidmət etmiş kimi təmkinli və düzgün qərarlar verirdi. Yəni çevik qərar verməyi, tez düzgün operativ qərar verməyi var idi Əzizov Xəyyamın. Mövcud vəziyyətlərdə hər birində düzgün və operativ qərarlar verirdi. Öz tabesində olan şəxslərin müharibədə düzgün qaydada döyüşməsi üçün bütün təlimatları düzgün qaydada yerinə yetirirdi hər birini. Bir komandir olaraq Əzizov Xəyyam, mən sizə deyərdim ki, yəni komandir elə Əzizov Xəyyam kimi olmalı idi. Yəni arada olan məsəl üçün tabeçilik münasibətləri Əzizov Xəyyamla heç ümumiyyətlə, yəni insana fikirləşmirdin ki, burada tabeçilik münasibətləri var. Düzdür, sözü keçirdi, hər bir şey qaydasındaydı, lakin bunu Xəyyam elə bacarırdı ki, sanki elə bu doğuşdan elə komandir kimi yaranmışdı. Özü Şuşa istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdi. Ən öndə gedən qrupun qrup komandiri idi. Artilleriyanın yönləndirilməsindən tutaq da bütün kəşfiyyatçıya nə xastısa, bütün hər bir şey Əzizov Xəyyamda cəmlənmişdi. Əfsuslar olsun ki, Şuşa istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gəlib, Əzizov Xəyyamı itirmişik. Baş leytenant Həmid Abbasbəyli 17 noyabr 1991-ci ildə Bakıda anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına ali hərbi məktəbi bitirib. Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Hadrut, Füzuli və Laçının azadlığı uğrunda döyüşlərdə savaşır. Oktyabrın 19-undan 20-sinə keçən gecə Xocavənd rayonu ərazisində şəhid olub. Qarabağ ordeni Vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. Abbasbəyli Həmid Hüseynatlı qüvvələrə gələndə elə bizim tabora xidmətini davam etdirmək üçün bizim tabora gəldi.
Çox qısa zamanda taborla çox isti münasibət yarandı taborun heyəti arasında. Taborun şəxsi heyətin hörmətini qazanan komandirlərdən oldu. Bundan əlavə Abbasbəyli Həmid boks üzrə peşəkar idmançı idi. Dəfələrlə qaydasız döyüşə çıxıb, əlbəyəxa döyüşlərə çıxıb, boks üzrə yarışlara çıxıb və bir çox titulları var idi. Xidmətdə olduğu müddətdə sırf xüsusi təyinatlı qüvvələr mənsubuna lazım olan əlbəyəxa döyüş, şərq döyüş növlərinin öyrənilməsi, təkmilləşdirilməsi üçün Çin Xalq Respublikasına ezam göndərilmişdi. Orada şərq döyüş növlərini mükəmməl səviyyədə öyrənmişdi. Və hətta o geri qayıdandan sonra o döyüş növlərindən taborun heyətinə müəyyən fəndləri orada öyrətmişdi. O insanın olduğu yerdə insanda nə qorxu, nə çəkinmə, nə hansısa bir həyəcan hissi yaşamaqdan belə söz gedə bilməz. Ən azından bilirsən ki, sənin şəhid olacağın nəşini düşmən əlinə keçməyinə qoymaz. Elə ilk döyüşü Vətən müharibəsində başladı Abbasbəyli Həmidin. Vətən müharibəsinin başladığı andan Abbasbəyli Həmidin bəlkə də ən önəmli fikirlərindən biri son ana qədər maksimum düşmən məhv eləmək idi. Təbii ki, hər kəsin fikri elədi, amma ki, insanın daha çox düşməni olan nifrəti, daha çox kini üzündən oxunur ki, bu daha çox düşməni öldürməyə meyillidir, düşməni məhv etməyə meyillidir. Xocavənd ərazisinin meşəli yüksəklikləri var idi. Biz həmin yüksəkliklərdə yerləşən döyüş mövqelərini ələ keçirməli idik, düşmən mövqelərini. Amma aşağıda bizi gözləmədiyimiz bir sürpriz gözləyirdi. Yəni biz düşünməzdik ki, elə bir yerdə düşmənin çoxluğu ola. Hətta biz orada həmin şəhidlərimizdən başlayan Abbasbəyli Həmid bugünə kimi yadımdadır, yaxınlaşdıq. Gəldilər yoldaşlarımıza, hamısına çatdırdılar ki, yoldaşlar bəs hazır olun. Nə olursa olsun, bura kimi gəlmişiksə də bir addım geri çəkilmək yoxdur. Elə də oldu. Abbasbəyli Həmid orada yaxınlaşıb yoldaşlarımız Vəliyev eləyir. Hər biri bir-birindən sanki bilirlərmiş kimi halallaşmaq, hər biri bir-birindən sonuncu dəfə danışmaq. Bu qəribədir, mənim gözümün qabağına gəlir, mən həqiqətən çox pis olurum. Niyə? Çünki onlar orada biz Ateşdəstək qrupu, hücum qrupları 20 nəfəri heyət bölündü. Məni aparmaq istəmədilər. Məqsəddə qrup komandirim Abbasbəyli Həmid balaca qardaş kimi məni istəməyindən, övladımın da yeni olmağından, hansı ki mən övladımı görməyib getdim döyüşə. 27-si günü, hansı ki övladımın olduğu gün idi. Bu şeyləri yəqin ki fikirləşib, yəqin ki çətinliyi bilirdi. Orada mən bildirdim ki, yəni nə olur olsun, mən sonuna qədər hücum qrupunda, sənin yanında olmağı seçirəm də. Füzuli istiqamətindən Xocavəndə qədər olan döyüş yolunda Abbasbəyli Həmid rəhbərlik etdiyi dəstə demək olar ki, düşmənə çox saylı canlı qüvvə itkisi verib, düşmən zirehli texnikası olsun, istənilən texnikası olsun, silahı sursatı olsun, yəni düşməni məhv eləyib. Son döyüşü oldu 19 oktyabr Xocavənd istiqamətində. Həmidin rəhbərlik elədiyi dəstə ən öndə gedən dəstələrdən idi. O dəstənin heyətində demək olar ki,
bütün heyət şəhid oldu o dəstədə. Şəhid olduğu ana qədər də elə bir mövqeyə hücum eləmişdilər ki, yəni o mövqenin düşməndən azad olunması, orada olan düşmənin məhv edilməsi, yəni kiçik bir qüvvə ilə ora hücum eləmək həqiqətən sözün əsl mənasında böyük hünər istəyir, böyük qəhrəmanlıq istəyir. Bilərək ki, yolun sonu şəhadətdir. Buradan geri dönmək bəlkə də çox az bir ehtimaldır. Həmin mövqedə olan düşmən qüvvəsini demək olar ki, mütləq əksəriyyəti məhv olmuşdu. Amma sonradan düşmən gücləndirilmiş bir bölmə ilə hücuma keçdilər və son anlarına qədər bizim yoldaşlar döyüşdülər və orada da şəhid oldular. Leytenant Elton Qəmbərli 1997-ci il fevralın 1-də Şərur rayonunun Ələkli kəndində anadan olub. Naxçıvanda Heydər Əliyev adına hərbi liseyi bitirdikdən sonra Bakıda Heydər Əliyev adına ali hərbi məktəbdə təhsil alıb. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Zəngilanın və Qubadlının azadlığı uğrunda döyüşlərdə savaşıb. Oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Vətən uğrunda döyüşdə fərqlənməyə görə, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilib. İlk şəxsi heyətlə işləməyə, şəxsi heyətlə bir yerdə xidmət eləməyə Hüseyn adlı qüvvələrdə başladı. Bizim taborda, əfsanəvi taborda, birinci taborda başladı. Qısa zaman kəsiyində uzun müddət xidmət eləmiş Hüseyn adlı qüvvələr mənsublarından geri qalmırdı. İstər idmanlarda olsun, istər taktiki hazırlıqlarda olsun, istər nəzəri dərslərdə olsun. Yəni, bütün hazırlıqlar üzrə demək olar ki, qısa zaman kəsiyində mükəmməl bir hərbi qulluqçuya çevrilmişdi. Xocavəndə qədər olan döyüş yolunda çox şücaətlik, çox fədakarlıqlar, çox igidliklər göstərib. Son döyüşü 19 oktyabrda oldu. O, Abbasbəyli Həmidin dəstəsində mavin vəzifəsində idi. Orada düşmən üzərinə hücum olunanda taborun demək olar ki, böyük əksəriyyəti yaralanmışdı. Həmin döyüş tapşırığında iştirak eləmədilər. Səbəb olduğuna görə, yaralı olduqlarına görə. Həmin döyüşə qədər artıq bizim 3 şəhidimiz var idi. Çox az bir qüvvə ilə, 28-30 nəfərlik bir qüvvə ilə 500 nəfərin üzərinə hücuma keçmək, 500 nəfərin də demək olar ki, yarısından çoxu məhv olunub orada.
Baş gizir Camal İsmailov 1984-cü il iyulun 7-sində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 19-da Xocavənd istiqamətində düşmənlə qeyri-bərabər döyüşdə şəhid olub. Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Həmçinin vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. 2 qızı və şəhid olduqdan sonra dünyaya gələn oğlu vətənə əmanət qalıb. Bu mən? Hal-hazırda biz son keçirdiyimiz qəzadan sonra... Ata yox! Deyəcəksən yerə. Allah şey! İsmailov Camal 18 il Azərbaycan Xilasetmə qüvvələrində xidmət edib və artıq mən qrupa gələndə qrupda yaşlılardan biri Camal idi. Bilik bacarı, idman savad, özə rabitə mütəxəssisi idi. Camalın bir xəssiyyəti var idi. Yeni gələn heyətə bacarırdı, çalışırdı ki, nə bilik bacarıq var öyrətsin. Yəni çox şeyi Camaldan öyrənmişik. Əldən ancaq tarazlığı saxlamaq üçün istifadə olunur. Yəni sən qol gücünə dırmaq üçün bunu, məsələn 20-30 metrlik qayada sən dirənəcəksən, yarısında 10 metrində dirənəcəksən. Ona görə də əllə tuturuq, qalxırıq ayağımızın üstünə, ayağımızla güc edirik. Qrupda qocalar, başqalar da var, xidmətdədir. Yəni ki, Camal ancaq həvəsli idi, gəlirdi, başlayırdı nəyəsə deməyə, idmanda nəyəsə öyrətməyə, təlimdə nəyəsə öyrətməyə, atışlardı. Rabitənin özü olsun, hər bir ixtisası çalışırdı ki, öyrətsin. Və döyüşdə də Camalın bilik bacarığından çox istifadə elədik və çox yerdə demək olar ki, taborun püskə düşməyindən xilas elədi. Hadrut Fatihi adı bu gün verilib, həqiqətən ada layiqdir, çünki Hadrutda o bir qəhrəmanlıq göstərdi. Erməni rabitəsinə qoşularaq erməni geri çəkdi. Demək olar bir güllə atmadan artıq biz mövqelərə yerləşdik. Ondan sonra təzədən döyüş başladı. Erməni üzə xəbər tutandan sonra. Artıq oktyabrın 17-si mən yaralanan bir gün sonra 19-cu günü Ərgün sülhşəhidliyi var. Ora hücum eləyəndə orada şəhid təcrübəsini özü almışdı. Xocavənd rayonu Qırmızı Bazar istiqaməti. Orada artıq tabor qeyri-bərabər döyüşə girmişdilər. 30-a yaxın heyətlə 600 nəfərin qarşısında döyüşə girmişdilər. Bizim orada 13 şəhidimiz var idi. Yerdə qalan heyətin hamısı da yaralı idi. Camal da orada şəhid təcrübəsini özü almışdı. Camal, mən deyərdim ki, xüsusi qüvvələrin sütunlarından biri idi. Çünki Camal mənə şəhid, tək mənə yox, qrupa şəhidlik haqqında danışırdı. Ki, aprel döyüşünün şəhidlərini, apreldən qabaq onun yoldaşları şəhid olmuşdu. O şəhidlərdən bizə necə danışırdı. O vaxt danışanda baxırdım ki, Camal belə həyəcanla, streslə şəhid haqqında danışır, o dərk eləmirdim. Artıq mən yanımda qrup komandirim şəhid olanda, digər yoldaşlar şəhid olanda, mən onu da başa düşdüm ki, Camal o vaxt bizə nəyi demək istəyirdi. Camal çox danışırdı döyüş haqqında, ki, döyüş belə olur, şəhidlik belədir, yoldaş, qardaş belədir. Özündən qabaq bizdə yoldaşı fikirləşməkdir. Yəni, onu şəxsən Camal hər dəfə deyirdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Baş gizir Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. 2002-ci ildən xüsusi təyinatlı qüvvələrdə xidmət edib. Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Xocavənd rayonu istiqamətində şəhid olub. Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Həmçinin vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Qəhrəmanın bir qızı və bir oğlu vətənə əmanət qalıb. Cəbrayılov Osmanla mən 2003-cü ildə bir yerdə xidmət eləmişik, başqa taburda olmuşuq. Sonra biz məhz bu əfsanəvi tabura köçürülmüşük və xidmətimizi orada davam elətdirmişik. Demək olar ki, biz günümüzün bir çox hissəsini bir yerdə keçirdirik. Məsələn, insan var ki, səhər durur, işə gedir, qayıdır ailəsinin yanına, amma bizdə elə deyil. Bizdə səhər biz başlayırdıq bir yerdə, bu təlimlərdə də davam eləyirdi, günlərlə biz bir yerdə olurduq. Yəni, ailəmizdən çox biz bir yerdə vaxtımızı keçirirdik. Yəni, onlar bizim üçün artıq doğma idilər, qardaş idilər. Məsələ döyüşdə də bir yerdə hər hansı bir əməliyyatı yerinə yetirəndə də biz məhz bir yerdə olurduq. Yəni, bir-birimizi anlayırdıq, bir-birimizi başa düşürdük. Kim nə vaxt, harada, hansı atış eləyəcək, kim ara sıçrayacaq, kim necə qoruyacaq. Yəni, bunları biz çox mükəmməl bilirdik. Cəbrayılov Osman özü idmançı idi, boksyor idi, fiziki gücü də çox idi. Deməli, yaralımız oldu. Elə bir ekstremal şəraitə düşmüşdük ki, biz mühasirədən çıxıb təkrar bir mühasirəyə girmişdik 5 nəfərlə. Həmin heyətin içində Cəbrayılov Osman da var idi, Quliyev Şəhriyar da var idi, Qurbanlı Anar da var idi. Bir yoldaşımız hansı ki, hal-hazırda xidmətdədir. Həmin yoldaşımız yaralandı və o yoldaşı biz oradan götürüb geri çəkilməli idik. Elə bir şərait də yaranmışdı ki, 3 tərəf düşmən idi, bir tərəfdə bir çıxış yolumuz var idi, o yolu da düşmən ehtimal var idi ki, bağlamışdı və biz həmin yoldan çıxmalıydıq. Yaralımız da biraz ağır idi. Məhz o yaralını Cəbrayılov Osman çıxartmağını mən orada təklif elədim ki, Cəbi, bu yaralını çıxartsa, ancaq sən çıxartarsan. Sən yaralını götür, biz səni qoruyaraq geri çəkilək. Yəni, baxmayaraq, yaralı ağır idi, o yaralını 500 metrəyə yaxın, yəni çiynində geri çıxartdı. Şəxsən mən baxıram ki, o fiziki güclə mən o yaralını o qədər məsafəni çıxarda bilməzdim, amma o igidliyi göstərdi, o yaralını çıxartdı.
Nə deyirsiniz? Bir Allahın izni ilə yaxşı olacaq. Qələbə bizimlədir. Allah bizimlədir. Sağ-salamat. Qələbə sevinci ilə qayıdacaq ailəmizin yanına inşallah. İnşallah, inşallah. O yatmış şir oyandı. Şiri də çək. Günaydın, günaydın. Günaydın. İşdən çıxıb ağır ovdan çıxıb. Əlin həmişə qanlı olsun ha şifa. Sağ ol, sizinlə baxam, sizinlə baxam. Kafir qanları ilə. Ovlarımız bol olsun. Gizir Elyar Vəliyev 1991-ci il oktyabrın 17-sində Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Elyar Vəliyev Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Həmçinin vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. 5 övladı vətənə əmanət qalıb. Sağ ol yine. Çatmış o da Füzuliyə inşallah. Dəf kimi texnikalarımızı gəlir arxamızca. Sağ olsunlar. Həqiqətən də qəşəng irəliləyirik. Afurran indi kimi çəkək. Əla. Yaxşı olacaq inşallah. İnşallah. Sağ-salamat qayıdacaq. Düşmənin evini yıxacaq, anasına ağlar qoyacaq. Qayıdacaq. Tam gelsin. Gel. Başa düşdü. Gəlir. Bir qatladı. Davay. Gediz. Vəliyev Elyarı biz kurstaykən tanış olduq. Yəni kurs heyətimiz çox idi. Çox olmağına baxmayaraq o da bir belə deyim ki, təsadüfi deyərdim oldu ki, biz kursda belə bir bölükdə idik. Yəni kursda müxtəlif bölüklər var idi, bir neçə sayda bölüklər var idi. Bir bölükdə idik. Oradakən biz artıq dostlaşmışdıq ondan. Yəni kursdan. Kursu bitirdik, 6 aylıq kursu. Gəldik Ensaylı hərbisiyə. Orada da bir tabura düşdük. İndi qruplarımız ayrı oldu, amma ayrı olmağına baxmayaraq bir taborda olduq. Orada da dostluğumuz davam elədi. Yəni, o taborda Elyarım mənim sırf bir-birimizlə o şəxsiyyətlərə baxanda daha yaxın idik. Biz döyüşə Füzuli istiqamətindən girdik. Döyüş əsnasında ilk şəhidimiz Kapitan Şirinov Kamil olan zaman həmin vaxtı elə Vəliyev Elyarın özü dedi ki, yəni, döyüşdür, müharibədir. Yəni, müharibə şəhidsiz olmur. Şəhidimiz olacaq, yaralımız olacaq. Yəni, onun o sözü yəni, bizə yəni, təsəlli idi. Biz döyüşü davam elədik. Həmin vaxtı Seyidbalı Əliyev ayaqlarından yaralandı. Yenə qorxmazlığı ilə, mərdliyi ilə, öz ixtisasının peşəkarı olaraq Vəliyev Elyar ona ilk yardım göstərdi. Həmin vaxtı biz tikilinin arxasındaydıq. Oradan atəş dəstəyi saxlayırdıq, düşmənə cavab atəş verirdik. Orada Vəliyev Elyar ağac parçası istəyirdi ki, onun ayağını, Seyidbalanın ayağını sarıyıb oradan təxliyə eləyək. O döyüşün altında, o mərmilərin altında tikilinin arxasına keçməyərək, yəni mərminin qabağında olmağına baxmayaraq, yəni o Seyidbalıya orada ilk yardım göstərdi. Seyidbalı, nə varsa video çəksən? Ne, başqa çarə var. Yaxşı olacaqsan, arasını vurdum. Ancaq sağa bax o binaya vurarsan. Davay götür belə alın. Yaralını belə götürmək olmaz.
Ayağı sınıfım. Ağac istiqamətində. Bilmədim, qardaş. Hadi. Eləyər dedi sənə. Nəyi? Dedi ki, sənə bilmədim. Təxsil eləmədim. Bir videoda var orada Əliyev Kərim qasaraq gəlir. Adı ilk yardım göstərməyinə baxmayaraq Əliyev Kərimə də təsəlli verir ki, qorxma. Bitdi, yaxşı olacaq hər şey. Taksan? Dərman çat. Qatışın. Ha, nədən burada qatışın? Hər şey yaxşıdır, Kərim, özünə gəl. Kərim özündə də Kərim olayım. Bəhətərim olsun. Gözlə. Nəyinsən, elə o şey olur. Qabaq istiqamətdən atmışdı. Bir ayağımdan girib, sol ayağımla, qabaq tərəfdən. Yanından çıxıb bu bir ayağıma. İstiqamət dəyişmişdi güllə. İki ayağımı da qırmışdı. Gizir Vəliyev də sanitari, qrupun sanitarı idi. Seyid olan nə olurdu, mən işinə vurulmuş, amma baxdı belə ki, narahat olma, heç nə yoxdur. Bir daha çıxartacaq sənə. Orada bir dənə videoda çəkmişəm. Həmin Vəliyev beylər mənə yardım edən yerdə qışqırır. Oradan bərk bir şey verin, taxta parçası verin. Ayaqlarımı qoyurdu şina kimi yanlardan. Sümüklər, sınıqlar tərpənməsin görə. Aparsa o, bu sıradan çıxacaq var. Nasıl qədər, nasıl? Xərək yox. Arxada deyir, hamısı. Xərək gəlsə, sənə qurban xərək əldə aparmayayım mən. Ərvin, taxta parçası 2 dənə ver mən. Ağay, taxta parçası, mən nəsə bir dəmir kimi varsa, taxta parçası, bərk bir şey varsa ver bu 50 santim 2 dənə. Elə apar ki, sənə qurban şikəst qalmıyor. Bütün vətərlər doğur. Sümüklər qırılır ikisi də. Bəyaqdan sümüklər var, ikisi taxır bir-birini vurur. Nizamın da belə sallanırdı. Nizam. Gizir Tərzan Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif olunub. 2 qızı vətənə əmanət qalıb. Hamı kamera əlləsin, kamera əlləsin. Baskının kamerası bu, baskının kamerası. Koymuşam. Həşimov Tərzandan sentyabrın 27-sindən Füzulin Qaraxanbəy istiqamətindən Lələtəpə, Cəbrayıl, Hadrut, bir də Xocavənd. Yəni bir döyüş yolumuz olub. İlk döyüşümüz başladı Qaraxanbəyli istiqamətində. Qaraxanbəyli istiqamətində Həşimov Tərzanın bir qəhrəmanlığı oldu ki, mən şahidi oldum. Orada düşmən bölmələri bizim tankı vurdular. Tankın içində heyət var idi. Həşimov Tərzan o tank vurulanda tankın partlayıcı maddələri var. Onlar partlamağına baxmayaraq Həşimov Tərzan özü qaçdı, o tankisti yanan tankdan çıxartdı. Həşimov Tərzan belə həqiqətən döyüşçü kimi döyüşçü idi. Bəzən elə olurdu ki, bir yerdə döyüşdə məni də xilas edib, necə xilas edib, mən görməmişəm, o görüb və yaxud o görməyib, mən görmüşəm. Elə bir şeylərimiz olub. Münasibətlərimiz qardaş kimi. O böyükdür, mən kiçik idim, düzdür. Onların praktikası məndən çox idi. Mən nəsə lazım onda soruşurdum və yaxud elə şey var ki, o məndən soruşurdu. Belə qarşılıqlı da, orada böyük-kiçik söhbət yox idi. Mən bilirəmsə, mən deyirdim, mənim ixtisasıma aid olanı. O ixtisasına aid olanı özü deyil.
mayın 28-i Qaraxanbəylidə bir döyüşə girdik. Düşmənlə orada bizim Kapitan Şirinov Kamil şəhid oldu. Həşimov Tərzan bizdə bölünmədə minamyot atışındaydı. Yəni o arxadan minamyotlarla dəstəkləməli idi. O artıq rabitədə eşidəndə ki, Kapitan Şirinov Kamil şəhid olub, o orada minamyotu atdı, qaçdı qabağa. Ki, necə şəhid? Yəni Kapitan Şirinov Kamil şəhid olub, qaçdı qabağa. İşarə elədi ki, dur da, yəni artıq Kapitan Şirinov Kamil şəhid olub, onu çıxartmışıq, yaralılarımızı çıxardırıq. Yaralılarımızın çıxarılmağına köməklik elə. Yaralıları çıxartdıq, şəhidimizi çıxartdıq, təxliyə elədik. Həmən günü axşamı, həmən biz yerləşdiyimiz mövqeyə minamyot atışı oldu. Minamyot atışı oldu. Həmən vaxtı Həşimov Tərzan yaralandı. Təxliyə elədik onu. Bunu təxliyə eləməyimizə baxmayaraq, biz oradan çıxıb Lələtəpə istiqamətini, Lələtəpənin yarılıb Cəbrayıl istiqamətini irəliləməyə başlayanda, artıq gözü Həşimov Tərzan oradadır, qayıdıb. Xəstəxanaya imtina verdi, gəldi. Bizlə döyüşə qatıldı. Cəbrayıldə qatıldı döyüşə bizlə. 3 gün olmadı cəmimizin aramızda. Dedi, sən niyə qayıtdın ki, sən yaralanmışdın, sən bir müalicə var. Dedi, yox, mən qala bilmərəm, mən bilim ki, burada mənim qardaşlarım, yoldaşlarım döyüşür. Mən orada rahat kravatda uzanıb yata bilmərəm. Xocavənd istiqamətinin yarılmasında çox ağır bir döyüş keçdi orada. Bir gündə ümumi 12 dənə şəhidimiz oldu orada. Hansı ki, onlardan 4-ü daxili qoşunun xüsusi təyinatlarından idi. 8-i də bizim xüsusi təyinat qüvvələrdən. Onların içindən də biri Həşimov Tərzan idi. Biz onu yaralı halda təxliyə elədik. Yəni ağır yaralanmışdı, biz təxliyə elədik. Yəni ümid var idi ki, təxliyə eləmişik, yardım göstəriləcək, sağ qalacaq. Bunu arxaya uzatdılar. 3 dənə yerdən güllə yarası vardı. Mən də oturmuşdum qabaqda. Bu qızın adını çəkə-çəkə şəhid oldu. Gizir Şəhriyar Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Qarabağ ordeni Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. 2 oğlu vətənə əmanət qalıb. Şəhriyar bizim ən sevimlimiz idi. Bizdən yaşca balaca idi. Biz onu kiçik qardaşımız kimi çox istəyirdik. Hətta onun zarafatlarımızı eləyirdik. O da çox mehriban, çox güclü. O da idmançı idi. Hərdən idman zalında oynan. O da əlbəyaxı döyüşçü idi. Baxmayın, mən güləşçi idim. Əlcəkləri geyinib oynan hərdən savaşırdıq. Yəni, məşq eləyirdik. Yəni, düzdür. Aramızdan biraz tez ayrıldılar. Onları itirmək, bugünkü gündə onları görməmək bizim üçün biraz ağırdır. Çünki biz 19 il, 18 il bir yerdə xidmət elədik, doğma idik. Yəni artıq bugünkü gündə aramızda yoxdular. Amma insan istəyərdi ki, heç olmasa bir saatlıq da heç olmasa bir yerdə olub, həminki zarafatları eləyib, onları görmək. Amma yenə də Allahımıza şükür eləyirik ki, onlar şəhiddirlər. Şəhadətə ucalıblar, əbədiyyətə
ucalıblar, qovuşublar. Yəni Allah da buyurur ki, şəhidləri heç də ölü saymayın, onlar diridirlər. Allah qatında Allahın ən gözəl nemətlərindən qidalanırlar. Şəhərlərlə bəli, yaxın olmuşuq, çox yaxın olmuşuq. Bir taborda, hətta bir qrupda olmuşuq. Bir tapşırıq gəldi bizə, yüksəliyin alınması, yüksəlikdə olan yolun qarşısı alınıb kəsilməli idi, oradan təminat yolunun kəsilməli idik. Həmin vaxtı mən idim, İsmail Camal idi, Quliyev Şəhriyar idi, Cəbrayıl Usman idi, Vəliyev Eliyar idi. İrəlilədik. Biz zirvənin üstünə çatdıq, gördük ki, tikillər var. İsmail Camal dedi, durun, səs gəlir, erməni səs gəlir. Dayandıq, 1-2 dəqiqə gördük, ermənilər var. Orada mövqeləndik, orada atışla girdik. Biz girdik ora, atış, yaxın məsafəmiz olardı 10-15 metr. Atış elədik, bir nəfər yaralandı, bunlar artıq gördülər, cavab eləmirlər, gücləri çatmır, azdılar, biz soxuq, tikilmə arxası dərədir, üzü dəriyə qaçdılar. Həmin vaxtda ağacın arxasından atış eləyirdim, rəhmətli Quliyev Şəhriyar gəldi, ağa mən buradayam, dedim, anatoma görürəm, dəstəkləyirəm, keç. Quliyev Şəhriyar, Vəliyev Eliyar, onlar getdilər arxasına, biz ağacın dalını dəstəklədik. Getdilər, çatdılar, onlar orada öldürdülər. Biri hətta polkovnik leytenant idi. Hamı üçü də rütbəli şəxslər idi. Füzuli istiqamətində biz irəlilədik, müəyyən bir yerə qədər. Orada qarşı durma oldu. Ermənilərlə üzbəüz çıxdıq, qarşılaşdıq. Həmin vaxtda bizim bir bölməmizdə 702 yüksəlik deyilən yerdə idilər. Bizim orada bir videomuz var, Quliyev Şəhriyar danışır. Cəbrayıl Usmanlı yanımızdadır. Həmin vaxtda bizim gözümüzün şahidi olduq ki, həmin yüksəkliyə nə qədər mərmi atıldı, qıratlar atıldı, tank əleyhinə təyyarələr deyilir, onlar idarə olunan raketlər, onlar atıldı. Bizim orada bölməmizdən o qədər atışın qabağında balaca bir yer olmağına baxmayaraq itki vermədik. Uşaqlar da oradan, döyüş yoldaşlarımız oradan çıxmadılar. Həmin vaxt orada Quliyev Şəhriyar da danışır videoda. Füzulinin arxası tərəfindəyik. Biz ən əhəmiyyətli zirvədir. Onu bizim 2-ci bölmə, 2-ci tabor tutub. Oradan da bayrağımız dalğalanır. Biraz uzaq ola bilər kamerada düşməz. Erməni bayrağını salıb, öz bayrağımızı dalğalandırdı. Ora yalan olmasın 40-50 dənə mərmi düşdü. Biri də gedib bizim bayrağımıza dəymədi. Şükür Allahın bu gündə. Uşaqlarımız da sağ-salamatdılar. Bir nəfər də mövqeyini tərk eləmədi. O boyda mərmilərin qabağında. Həqiqətən də igid oğlanlardılar. Biz də onun yanından keçdik, gəlmişik, burada yerləşmişik. Dünən burada güclü döyüşümüz oldu. Bu çəpərin arxasında yol var orada. Bir 40-50 nəfər erməni var idi. Evin sağından düşəndə üz-üzə gəldik onlardan. Güclü atışmamız düşdü. Bir yaralımız var. Şükür Allahın bu gündən şəhidimiz yoxdur, salamatçılıqdır.
Kiçik Gizir Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpaud kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əliyev oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və igidliyə görə medalları ilə təltif olunub. Şuran bura. Bir tane ölüp eriyersin sonra şura. Kapanmalı var. Döyüşçülər. Şuran videoya. Hə. Babeyle ermənilər qaçır, babeyle. Eşq olsun Azərbaycan ordusuna. Şərəfsizlər hər şeyi qoyub qaçır. Kərim 2019-cu sentyabrı bizə daxil oldu, Sənatlı qüvvələrə. Bizim gəldi qrupa düşdü, bir xidmət edirdik, eyni yerdə. Çox, necə deyim sizə, vətənpərvər. Yəni deyib gülən, zarafatçıl, xidmətində xidmət. Bir yerdə qalmışıq, bir otaqda. Döyüşdə də bir yerdə olmuşuq. Kərim ümumiyyətlə deyib gülən adam idi. Yəni qəmli, kədərli, xeyr. Yəni hamı ilə ünsiyyət quran idi, qrupda ya və yaxud da taborda. Bütün briqada ilə belə ünsiyyət quran adam idi. Buyurun, gecəniz xeyrə qalsın, özünüzdə yaxşı baxın, evdə qalın, sağlam qalın. Bizim üçün sizin sağlamlığınız daxıdır. Cəsur döyüşçü idi. Həqiqətən də onun gözündə qorxaq deyilən bir şey yox idi. Yəni hamıdan qabaq özün atlayırdı qabağa. Yəni mən, hər şey deyirdi mən. Həqiqətən də olanı deyirəm mən. Təlimlərdə biz kollektiv şəklində biz həmişə otururduq. Əliyev Kərim rəhmətli başlayırdı. Filan kəsə filan kəs şəhid olub, onun dostu danışır. Və yaxud da sinif yoldaşı danışır. Həmişə o sözləri deyən uşaqlarımızla, 12 nəfərdən ibarət olan qrupumuzdan 4 nəfərin şəhid verdik. Gəlib sənə adını çəkirəm. Çünki bayaqçına... Nə deyirəm, ay bırak. Bura erməni sən gəlib restart eləyib, bu erməni PKS qalıb burada. Eşsən mən, amma ki, video çəkəndən sonra burada bir adam qalmır. Hər dəfə çəkiləndən biri gedir. Allah hamısı bu da... Çəkən 7, çəkiləndən biri. Çəkiləndən biri gedir. Hə, mən çəkmişəm. Axırıncı döyüşündə elə bir döyüş əmr verildi. İrəliyirdik. Mən elə bir ki, ədyal vardı, düşməndən götürmüşdüm. Onu elə bir istirahət olundu, üstümüzə salırdıq, soyuq olmasın deyə gecələr. Mən dedim ki, mən yaralanacam, döyüşə girəcəkdən. Bu da var ki, mən də şəhid olacam. Saat 12-nin yarısı olardı. Mənim yanıma minamet düşdü. Kərim də kontüziya aldı. Kərimi arxaya çıxartmamıza baxmayaraq, Kərim yenə də öz inadından həmişək kimi əl çəkmədə yox, əmək heç olmayıb. Amma kontüziya almışdır. 15 dəqiqədən sonra durdu sumkasını, silahın susatını götürdü ki, mən gedirəm. Dedim, Kərim, getmə. Məni eşitmədi. Mən nə qədər qışqırdım ona. Tək mən yox, çoxlar vardı. Dedi, yox, mən heç olmayıb, gedəcəm. Və getdi. Kərim həmişə mənə deyirdi Qaradokda, otaqda olanda. Deyirdi, mən girdim, partlatdım və yaxud da hücuma keçdim, vurdum, öldürdüm. Gördüm, əsir düşürəm, özümü qumbaranı çəkib partlatacam. Həqiqətən də elə oldu. Qumbaranı axır. Ramik Tağıyev 1998-ci il oktyabrın 31-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub.
Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 9-da Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində aldığı çoxsaylı qəlpə yaralarından şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə Vətən uğrunda Cəbrayılın azad olunmasına görə və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Siz alın. Bax, indi olsaydınız yanımda, belə çəklər sizcə pişirirdim. Siz çox adam olmaq istəyin, day. Olan Məmməd o qüdrətdir. İyi bitirir də burada, yəni. Bu olanlar bilinir. Tağıyev Ramiklə demək olar ki, xidmətə bir başlamışıq. 3 ay məndən qabaq başlayıb xidmətə. O da sanitar idi. Həmişə yarışlarımız olurdu. Qrup daxili, hərbisə daxili. Həmişə yarışlarda mən də qatılırdım, Tağıyev Ramik də qatılırdı. Belə deyim də, tabordan seçmə uşaqlar qatılırdı, onda bir Tağıyev Ramik oldu. Tağıyev Ramik döyüşdə başından yaralandı, Lələtəpə istiqamətində. Güllə sıyırıb getmişdi. Təxliyə olundu. Aradan 2 gün, 3 gün keçmişdi. Bir də gördük, gəldi. Başı sarıqlı, dedik, bəs niyə gəldin? Dedi, heç olmuyor. Heç yox, yara quruyub, sıyırmışdı güllə başından. Ay Rami. Deyirəm, nətərsən? Bomba kimi. Hə? Hə. Kömək edin. Kömək edin. Qaraxanbəyli istiqamətində döyüşün qızğın vaxtı idi. Tankı vurdular yanımızda. Elə bil ki, tankın içindən çıxan şəxsiyyət var. Qışqırtı qopubdu. Məsələn, 2 dənəsini çıxartdıq, elə-belə yanmışdı. Amma birini çıxartdıq, təmiz. Demək olar ki, bir qismən qalmışdı da, qalan hər yer yanmışdı. Nəysə, onu Tağıyev Ramik çıxart tankın içindən. Tağıyev Ramik sanitar idi. Çox yaralıların sağ qalmasında Tağıyev Ramikin böyük rolu var. Əziz Oxxayamla biri idi, Badi idi. Əziz Oxxayam yaralanmışdı ayağından. Özü də Əziz Oxxayam Sarıyanda. Şuşanın azad olunduğu gün 8 noyabr. Əlində bint şəhid oldu. Allah rəhmət eləsin. Kiçik Gizir İlkin Zülfüqarov 1989-cu il avqustun 8-də
Ağsu rayonunun Gürsulu kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Vətən uğrunda Cəbrayılın azad olunmasına görə medalları ilə və Azərbaycan bayrağı ordeni ilə təltif olunub. O İlki, necəsən? Salamatçılıqdır. Ama bu kaskı ilə yola saldılar. Qaydanda ilk növbənin kaska. İkinci növbəli kaska nəzərə alın ha. Gəldiyi bir gündən də yəni hörməti taborun içində şəxsiyyət arasında hörmətini qazanmış bir şəxs idi. Xidməti düzdür, bizlə az oldu, çox az oldu. Yəni müharibə düşdü, xidmət, yəni elə də xidmət eləmədik. Müharibə düşdü, müharibəyə qatıldıq. Adamın gözündə yəni qorxu deyilən bir şey yox idi. Onun belə ən məşhur, yəni sosial şəbəkələrdə olan videosu, kaska mən bu kaska ilə yola saldılar, kaskamı dəyişin fikri, yəni onun elə bil ki, belə deyim, şəhidliyindən biraz əvvəl çəkilmiş bir video idi. Ondan bizə yəni xatirə qalan o oldu. O İlki, necəsən? Salamatçılıqdır. Ama bu kaskı ilə yola saldılar. Qaydanda ilk növbənin kaska. İkinci növbəli kaska nəzərə alın ha. Bu kaskamı dəyişin, sonra biz irəlilədik. İrəliyəndə minamet partlayış nəticəsində şəhid oldu. Şəhidlik zirvəsinə ucaldı. Amma o hər dəfə, hər bir şeydə deyirdi ki, mən Yerevanın Ermənistan girişində dayanacam. Ermənistan girişində dayanacam. Paşinyanı tutacam, o Paşinyanı oralarda. Mən ancaq fikrim amalım odur ki, Yerevana qədər gedəcək. Yəni, qismət olmadı, şəhidlik zirvəsinə ucaldı. Yəni, onlar haqqında danışmaq çətindir. Ümumiyyətcə, yəni, bir söz var, qəhrəman deyir, qəhrəman olmurlar, qəhrəman doğulurlar. Kiçik Gizir Beyrək Feyzullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olub. Beyrək Feyzullayev Vətən müharibəsi zamanı Füzuli Cəbrayıl istiqamətində gedən döyüşlərdə savaşıb. Düşmənin çox sayda texnika və canlı qüvvəsini məhv edib. Oktyabrın 4-də Füzuli Cəbrayıl istiqamətində gərgin döyüşdə şəhid olub. Vətən uğrunda hərbi xidmətlərə görə, Cəbrayılın azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Feyzullayev Beyrək deyəndə mənim üçün yeni əsrin son qəhrəmanıdır o, Beyrək adı. Hələ də fikrim, zikrim onun yanındadır, biz ona çap deyirdik. Bizim qurumda xidmət etmək üçün o, alternativ yol axtarırdı. Tədbirlərin birində bizim generala özü fərdi yaxınlaşmışdı ki, məni sizin şəxsəniz olaraq xidmət etməyimə bir şərait yaradasınız.
Komandanlıq da ona bir şərait yaratmışdı ki, o kursa gəlsin, keçsin və gəlsin bizə xidmət eləsin. Özü ondan da öncə SAT kursunu keçmişdi və sonra komandan keçdi. Onun hansı bir təlimə, dağa, yəni inansız qalxıb düşəndə onun o, necə deyim də, bədəninə baxanda biz ki, o orta məktəbdən fitnesslə məşğul olmuşdu. Tam da elə iri deyil idim. Amma yəni çox, nə bilim, heyf Beyrəkdən. Tapşırıq gəldi ki, bəs belə-belə müharibə başlayır. Çatdıq, axşamı bir düşərgə vardı ora. Bütün qrup yığışmışdıq bir yerə. Biz səhərsi günü tam hazırlıq işləri gördük. Feyzullah Beyrək 1 litr su qoymuşdu. 5 uşağa. 1 litr. Və Şərif Aslan sonra dedi ki, o hətta heç yemək də götürməmiş. Sizə inanırım, ancaq sursat götürmüşdü Beyrək. Fikirləşirdim ki, görəsən necə gücü çatıb onun. Amma aparmışdı. Birinci günü idi, ön xətti yardılar. Biz kolon şəklində içəri girdiyimizdə Beyrəyin sumkası çox sallanmışdı. Sumkası çox ağır idi. Heç kim amma bilmirdi onu. Bir Şərif Aslan bilirdi, bir də özü bilirdi onu. Adicə ən kiçik bir qəhrəmanlığın deyim sizə, NSP deyilən bir silah var, çox ağır bir silahdır. Yəni elə bir silahdır ki, onu hissələri bölüb əsgərlər daşıyırlar. Yəni Feyzullah Beyrək o silahı tək başına daşıyırdı. Uzun bir məsafəni tək başına daşıdı və səhv eləmirəmsə düşmənin piyada döyüş maşınını NSP ilə məhv eləmişdi Beyrək. Bir gün dağlarda təlimdə idik. Bu təzə gəlmişdi. Bizdə Şərif Aslan bu ilə bir yerdə dağa qalxırdı. Şərif Aslandan soruşdu ki, mənə elə bir göstəriş ver ki, ancaq bu qrupda onu mən təzə gəlmişəm, mən görsədim. Şərif Aslan buna üçün dedi ki, bu dağın zirvəsini görsən, aha görürəm. Dedi, nə qədər orada olarsan? Mən sizə inandırım ki, bir söhbət edirdi, yəni 10 dəqiqə demək olmurdu. Ani momentdə baxdıq ki, Beyrək bizi çağırır. Yüksəliyədən ki, bizi çağırırdı. Beyrək sanki şəhid olacağını bilirdi. Bizə hər dəfə deyirdi ki, mən qayıtmayacam. Sanki şəhid olmağı onun ürəyinə danmışdı. İnanırdı ki, mən nəsə eləyib bu şəhidlik zirvəsinə ucalmalıyam. Onu hamıya dedi. Qrupda hamıya dedi, vallahi dedi. Qaraxanbəldən əlavə Beyrək Cəbrayıl istiqamətində də döyüşlərdə iştirak edib, böyük şücaət göstərmişdi orada. Yaxın təmasdan olan düşmən gülləsi ilə Beyrək şəhid olmuşdu. Təzə nişanlanmışdı. İstəyirdi ki, toy olsun. Çox qabiliyyətli uşaq idi. Həddindən artıq qabiliyyət, dəyanətli oğlan idi o. Gizir Yusif Qurbanov 1998-ci il noyabrın 12-sində Goranboy rayonunda anadan olub. 44 günlük Vətən müharibəsində iştirak edib. Həmin döyüşlərdə bir neçə dəfə yaralanıb. Göstərdiyi şücaətə görə, Cəbrayılın azad olunmasına görə, Şuşanın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə və döyüşlərdə fərqlənməyə görə medalları ilə təltif olunub. 2022-ci il sentyabrın 12-sində erməni təxribatının qarşısını alarkən ağır yaralanıb. Sentyabrın 17-sində şəhid olub. Deməli yoldaşlar, bu Qurbana Yusuf qardaşımızdır. Yox, Allah rəhmət eləsin. Ölmək yox, öldürmək gəlsin. ...44 günlük müharibənin 4-cü, 5-ci günü ağır yaralandı. Ayağından saysız qəlpələrlə düşmən
atdığı artilleriya zərbəsi nəticəsində çox pis yaralanmışdı. Həqiqətən onun ordu sıralarına qayıtmağı belə müəmmalı görsənirdi. Amma Şuşanın azad olunmağından hardasa deyərdim ki, bir 10 gün qabaq o vəziyyətdə, yəni 50% sağalmamış adam döyüş mövqeyinə qayıdıb. O döyüşü son gününə qədər 44 günlük müharibədə davam elədi. Hətta biz geri sağ-salamat qayıtdıq. Kəlbəcərin təhvil alınması, azad olunmasına görə tapşırıqda yenə də o soyuq havada Kəlbəcərdə sizə deyərdim ki, dekabr ayında biz təhvil alınmaya getdik, orada iştirak elədik. Düşmənin həqiqətən də oradan çıxmağını və oranın təmizlənməsini təmin eləmək üçün. On gün keçmədi, bizə böyük bir tapşırıq hansı ki verilmişdi. Şuşa istiqamətində başqa bir düşmən təxribatının hansısa bir qarşısı alınmalı idi. Həmin döyüş tapşırığına biz yollandıq. Bizim 17-18 nəfərlik 2 döyüş qrupu, içində də Qurbanov Yusif, mən və digər yoldaşlarımız var. Bir nəfər də Məmmədov Kamil orada şəhidlik zirvəsini uzaldı. Həmin qəzada Qurbanov Yusif də orada bir daha yaralandı. Orada həkimlər soruşur ki, nəyim var? Deyir ki, mənim istəyirəm evə gedəm də, mən döyüş yoldaşlarımın yanına qayıtmaq istəyirəm, mənim heç bir şeyim yoxdur. Amma həkim müayinəsindən sonra məlum oldu ki, insanın 2 dənə qaburğası, hansı ki aşağı hissədən 2 dənə qaburğası qırılıb, adam deyir ki, mən yenə də həmin dostlarımın yolda, döyüş yoldaşlarımın yanına qayıtmaq istəyirəm. Qəzadan sonra da sağaldıqdan sonra yenə də Sultanatı qüvvələrin bir mənsub kimi bütün döyüş tapşırıqlarında iştirak etməyə başladı. Hansı ki bu sonuncu döyüş tapşırığına qədər. Həqiqətən bundan çətindir danışmaq. Bizim döyüşdən qalan hansı ki qrupumuzda çox az bir heyət, hansı ki döyüş qabiliyyəti yerində qalan heyətimiz həmin tapşırıqlarda iştirak edirdi. İçində də Qurbanov Yusif olmaqla. Bəzi yoldaşlarımıza səs atıb, halallıq istəyib. Hər şey ola bilər, biz hər şeyə hazırıq, biz inşallah buradan da sağ-salamat çıxacağıq. Deyir ki, hələ gülə-gülə də səs atır ki, bəs mənim indiyə kimi başıma gələn çox şey olub. İnanıram ki, Allah Taala məni qoruyur. Yəqin ki, nəsə olsa, inşallah şəhid kimi ölməməyə qismət olsun. Yəqin ki, biz buradan da üzü ağ çıxacağıq. Həqiqətən o ən böyük zirvəyə ucaldı. Əskər Kamil Məmmədov 1998-ci il dekabrın 25-də Xaçmaz rayonunun Köhnə Xudad kəndində anadan olub. Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd, Laçın və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Cəsur döyüşçü, hərbi xidmətlərə görə, hərbi xidmətdə fərqlənməyə görə, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. 2021-ci il yanvarın 15-də döyüş təlimi zamanı qəzaya düşüb. 13 gün komada qaldıqdan sonra yanvarın 28-də şəhid olub. Kamil Məmmədov bizim döyüş təminatındaydı. Təbərin yaralı heyətinin təxliyəsi ilə bağlı, silah sursatının çatdırılması ilə bağlı döyüş təminatındaydı. Artıq mən oktyabrın 17-si yaralananda mən dedim, təxliyə edənlərdən biri Məmmədov Kamil idi. Mən vuruldum, gəldi yanıma, iş tibbi yardım göstəriləndən sonra məni təxliyə edilər Hadurda, Hadurdan Füzuliyə.
Döyüş qutardı, sağ-salamat qayıtdıq, gəldik, yığışdıq, hamımız tabora yığışdıq, yaralılarımızdan sağalıb sıralarımıza qoşulanlar var idi. Hansı ki, onlardan da biri mən idim. Xocavənd-Laçın istiqamətində bizim bir antiterror əməliyyatımız oldu. Həmin o antiterror əməliyyatında Kamillə mən bir batalyonda xidmət elədiyimizə görə bir qrupda fəaliyyət göstərirdik. Mən orada gördüm ki, Kamilin həqiqətən də mərdliyi, igidliyi, yəni hansısa bir çərçivəyə sığacaq qədər deyil. Biz orada açıq döyüşə də girdik. Orada bizim bəzi kəndlərimiz var idi, hansı ki, ermənilər oradan çıxmaq istəmirdilər. Biz onları döyüşlə çıxardıq oradan. Bizim orada bəzi yüksəkliklərimiz var idi, hansı ki, ermənilər oranı tərk eləmək istəmirdilər. Orada biz 4 kənd, bir yüksəkliyi azad elədik. Həmin o 4 kəndin ikisini döyüşlə azad elədik. Orada ermənilərin çoxlu sayda qüvvəsi var idi. Biz həmin əməliyyatda 62 nəfər erməni hərbiçisini əsir götürdük. Kimdir abi? Bax görmür sifətinə. İşıq vur bax sifətinə. Mürdəşir də yılmaz bulanın sifəti. Orada Kamilin çox böyük mərdliyi var idi, çox böyük cəsurluğu var idi. Hansı ki, onların orada tutulmasında, tərk islah olunmasında, yoxlanılmasında, sonra gətirib öz bölmələrimizə təhvil verilməsində orada Məmmədov Kamil çox böyük cəsurluğu göstərmişdi. Necə ki, 44 günlük vətən müharibəsində o cəsurluğun, igidliyin göstərmişdi, nümayiş elətdirmişdi. Məmmədov Kamil 44 gün boyunca demək olar ki, döyüş sursatının çatdırılması, təminatın çatdırılması, yaralıların təxliyəsində çox böyük rol oldu. 2020-ci ilin əvvəli gəlmişdi tabora kursu keçib. Belə mehriban, belə zarafatçıl uşaq idi. İstiqanlı biri idi. Yəni təzə olmana baxmayaraq tabora çox qarışıb qaynamışdı. Artıq hamı ilə ünsiyyəti var idi, hamı onun xətrini istəyirdi. Vətən müharibəsi bitəndə şəhidlik zirvəsinə ucaldı. Mən artıq xəstəxanada eşitdim ki, bəs Məmmədov Kamil şəhid olub. Əvvələ inanmadım, əlaqə saxlayandan sonra ki, bəs şəhid olub. Belə. Əfsanəvi tabor olaraq da qalacaq. Bizim döyüş yolumuzu, şəhidlərin döyüş yolunu keçən, orada yenə qorxmazlar, mərdlər yenə yetişir. Düzdür. Gedənlərə yenə heç kim vermir, amma gedənlərdən heç olmur. Azərbaycan Xüsusi qüvvələrində yetişmiş, Xüsusi qüvvələr kursunu keçmiş şəxsiyyət gəlir. Hər hansı bir təxribatın qarşısını almağa hazırdılar. Necə ki, 12-13 sentyabr sübut elədik, yenə də sübut edəcək ki, biz yerindəyik. Prezident dediyi kimi, dəmir yumruq yerindədir.